Gəlin mən sizə bir gözəl ana ilə sizi tanışdırım mənim əzizlərim. Anamız bir qəhrəmanın nənəsidir. Bir şəhidimizin nənəsi ilə sizi tanış edəcəm. Canınızı sağ eləsin. Həmişə gərəksiz elə xoşbəxtliklə gərəksiz ola. Allah canınızı sağ eləsin. Çörəyi Allah tala özü versin. Bizi qorusun hər yerdən. Gözdən Allah bir dənə can sağlığı versin. Heç anıya bəmdiyə. Ders sizi qaçmasın. Bir dənə qoyduya. Bir dənə qoyduya. Sağ olun, var olun. Həmişə də gəzməyə gələrsiniz, gedəsiniz. Soyda da gələrsiniz Allah qoysa. İnşallah. Soyda da gələrsiniz. Ay ana, alim haqqında biraz danışa bilərsən, şəhidimiz haqqında. Şəhidimiz alim haqqında. Nəvən haqqında. Məməmlə çay danışmaq ilə başa dönüm. Halk dizinin üstündə böyük üstə. Nənə qurban, mən burada böyüsmüşəm. Ona görə yanıb tutuluyam ha. Gecə gündüz onları 3 dənə uşaqsın. Onları saxlamışam mən. Qızı böyüklüyüm əmələ gətirdim ki, yarın kötürdüm. Bunu dəstgəri getdi bu. Getdim, Meytaşlarla savaş qırğın qıyamat elədim. Xəstələnmişdim də, bıraxmadılar gəlməyə. Deyim, sən ölsün, elli qızı tutturacaq. Sonra biraz şey elədi, qəşqəcə. Dedi, bıraxdı qızım dalımdan. Deməklə, o nədir? Bu hökumətin əməli adı yadımdan çıxıyor ona. Demək, xardıymış. Mənim haysı almaq ondan. Xardıymış, düşüb yerə deyib ki, kim duaysa onu deyib, bu da nənədir. Alimin nənəsidir, bu da nənəsi. Deyibmişlər onu, bırakın bu geçsin. Bırakmışlar 3 gün sonra, gəldi nənədən 15 günlük. Gəldi, qaldı, getdi. 3 dəfə o gəldi 15 günlük. Axırda 2 dəfə dalbadal göndərdilər. Özdə ki, məni görən kimi həmsi tanıyırdı. Bakıdan o qədər gedib gəlmişəm, Daş Kəsənədən gedib gəlmişəm, İzmirdən gedib gəlmişəm hər bir yerə, onun dağlayacaq. Gəlmişəm nənə, xəstə, özdə qızımı ilə, xəstə. Dedim, bala, birinci sənə toyu mən özüm eləyərdim. Onun nişanlısını gəlmişəm, onu sandırdım. Birinci dəfə, Allah. Dedim, birinci toyu sən eləyərdim. Allah tala qismət eləmədi də boşuma gəldim. Qismət eləmədi Allah tala. Yardım ürəyimdə qoydu. Alim. Sən bir qəhrəmanın nənəsisən. Cənnət mələyinin nənəsisən. Nənəcən, bir dənə də sənə sual verim. Bax, indi sizin yaşınızla, elə bir ki, keçmişin demək olar ki, gözəl günlərin yaşamısınız. İndi azad bir ölkədə yaşayırıq, insanlar azaddır. Bilmək istəyirəm, görüm, o devir yaxşı idi insanlar, yoxsa indiki zamanda yaxşıdırlar? O dövrdə bir-birinə millət gəlirdi, nənə bala kimi. İndi 5 gün birinin evinə gidəndə, birisinin mızdı da bilirsinlərdən bilinirdi, nə təhər olsa. O dövr aşağı, onda pul xəzan kimi idi, amma indi qısqandım. Həmi zaten qazanırdı, rəhmətlə zirvəsinə qazanır. Amma onda yox, oldu. O qədər pul almış olur. Bilirsən, mən belə başa düşürəm ki, o vaxtın pulu niyə bərəkətliymiş. Çünki insanlar bir-birinə qarşı paxıllıq nədir bilməzmiş, doğma hiss eləyirmiş, qohumlar bir-birinə can yandırırmış. O vaxtı necə ki, mehribançılıq hökm sürürmüşsə, pulun da ona görə bərəkətli olurmuş. İndi insanlar bir-birinə doğmalar yaddaşıb, dostluq itib, ona görə də pulun da bərəkəti itib. Yoxdur, bəli. Deyirlər, zamanə dəyişilib, bizim zamanə dəyişilmir, insanlar dəyişilib. İnsanlar dəyişilib, zamanə yox. Zamanə həmən zamanədir. Nə bilirsənlər, ged işdə, oyna, dur, gəz, nə eləyirsən elə. Zamanə bilir, amma insanlar dəyişilib. Bəli, ancaq bu 44 günlük vətən müharibəsi yenidən Azərbaycanı bütövləşdirdi, doğmalaşdırdı. Bu şəhidlər insanları bir-birinə doğmalaşdırıbdı. Kaş ki, mənim bu gözəl nənəmizin dediyi kimi bir-birimizə doğmalaşaq. Qohumlar bir-birini daha çox sevsin. Dostlar bir-birinə qarşı əvvəlki kimi sadiq olsun. Qonşular öz qonşuların öz doğmasından da çox sevsin. O zaman bərəkətimiz də olar, binimiz də olar. Çünki hər bir iş sevgidən asılıdır. Sevgi olan yerdə hüzur olar. Sevgi olan yerdə bərəkət olar. Əlbəttə, qoca nənələrimiz, qoca babalarımız yanımızda olsa bərəkətimiz daha çox olar. Bugün sizi mən şəhid
alimin nənəsi ilə tanış elədim. Nənələrimizə Allah ömür versin, babalarımıza Amin, da Allah ömür amin, versin. Çünki amin. onların öyüd nəsihətinə ehtiyacımız var. Amin. Bax nənə dediyi kimi, gəlin dostluğa sadiq olaq. Gəlin qohumların qədrini bilək. Amin. Gəlin birlikdə güclü olaq ki, bərəkətimiz də olsun. Olar, Bayramın mübarək olar, olsun olar, əziz olar. nənə. Sağ ol. Sağ ol. Sizlə bayhəm bala. Həmişə çörək yeyək, mehriban olaq, can deyib can işidək. Amin.